Hamınıza salamlar dostlar, mən Hüseyin. Bu illər sizlərlə birlikdə Manchester City rebuild eləyəcəyik. Uşaqlar, əvvəllər komandalarında Kompany, Kevin De Bruyne, Agüero, David Silva kimi ulduzların yerləşdiyi Manchester City hal-hazırda ötən günlərinə heç də yaxın deyil. Uşaqlar, bu günlər isə mənim hədəfim odur ki, Manchester City-ni Premier Liqada yenidən çempion eləyim və onları öz gücünə geri qaytarım. Uşaqlar, belə videolar devam üçün like atıb kanalıma abunə olmağı unutmayın. Uşaqlar, bu videonu çəkməyimin əsas məqsədlərindən biri də odur ki, axırıncı dəfə 3-1 Bodo Glimtə məğlub oldu Manchester City. Yəni bu Bodo Glimtə, yəni Qarabağ klubunun 2-1 məğlub etdiyi, Qalatasarayın 3-0 məğlub etdiyi Bodo Glimtə 2-1 bərabər qaldılar. Daha doğrusu 2-1 bərabər qalmadılar. Allah çaşdım. 3-1 məğlub oldular. Və ən sonda da Qalatasarayla oynanılan Çempionlar Liqasının 8-ci turunda oynanan bu oyunda da 2-0 qalibiyyət əldə etsələr də, yenə də Bodo Glimtə 3-0 məğlub olmaqları onu göstərir ki, Manchester City əvvəlki günlərindən çox uzaqdır. Biz isə bu günləri dediyim kimi Manchester City-ni əvvəlki gücünə qaytarmağa çalışacağam. Biraz cihaza səs verim. Bəli, mən çalışacağam ki, bu gün Premier Liqanı qazanım, Çempionlar Liqası yoxdur. Rebuild videolarının davamını gəlməyi istəyirsinizsə və yaxud da bir digər rebuild fikirlərinizi şərhlərə yazmağı unutmayın. O zaman sözü çox uzatmayayım. Tez bir şəkildə komandamıza baxaq. Əsas bildiyimiz belədir. Qapıda Gigi Donnarumma, yəni bu transfer çox möhtəşəm idi. Əsasən də 2024-25-ci mövsümün sonunda, yəni yay transfer pəncərəsində Napoliyə gedən, daha doğrusu Napoliyə satılan Kevin De Bruyne getdikdən sonra komanda sanki əfsanəsini itirdi. Yəni ona görə də məncə biraz daha Haaland, bəli, Haaland bu il çox möhtəşəm oynayır, çoxlu qollar vurur. Lakin Haaland o ismi yəni getdi də, yəni ona pas verən, demək olar ki, bütün qollarının asistini edən, yəni qollarının yarısının asistini edən Kevin De Bruyne-ni itirdi və ondan sonra biraz olsa da yəni daha çox Ryan Cherki ilə yaxınçılıq qurdular. Ryan Cherki ilə daha çox paslaşdılar, daha çox Ryan Cherki onu asist etdi, amma yenə də Kevin De Bruyne gedəndən sonra bu komandanın iskeleti sındı, belə deyim. Nəysə, komandamıza baxaq. Gigi Donnarumma qapıda, yəni bu transfer çox möhtəşəm idi PSG-dən. Əsasən də PSG-nin Çempionlar Liqasını qazanmanın əsas məqsədi olan, daha doğrusu əsas səbəbi olan Gianluigi Donnarummanı Luis Enrique birdən-birə yəni gözdən çıxartdı. Onun yerinə Şövalye və Safanova güvənir hal-hazırda. Yəni nə bilim, yəni Donnarummanı satdı və bunu görən City-də Donnarummanı aldı. Çox möhtəşəm transfer. Müdafiədə Ruben Dias yanında Yoshka Gvardiol, sağ tərəfdə, sağ bekdə daha doğrusu Wilson Esperant, sol bekdə Rico Lewis. 2 dənə artıq görürsünüz, yəni həmişə futbolda tik-takaya üstünlük verən Gvardiola belə artıq gənc potensiallara və gücə, texnikadan çox gücə artıq üstünlük verir. Yəni buna axırıncı və Ryan Cherkinin Rabona asistinə belə çox pis təpki vermişdi, yəni Gvardiola. Yəni artıq görürük ki, o da müasir futbol oynamaq istədi. Yəni Savinho kimi isimlər var komandasında. Rico Lewis, Wilson Esperant, yəni çox potensiallər var bu oyuncuların. Nəysə, yarım müdafiədə Reinders Milandan gəldi. O çox möhtəşəm yarım müdafiədir. Ofansif orta sahada Ryan Cherki, dediyim kimi Haalanddan hal-hazırda çox yaxşı bildirlər. Rodri axırıncı Çempionlar Liqasını qazanma səbəbi olmuşdur. Rodri Ballon d'Or aldı və ondan sonra zədələndi və ondan sonra Rodri heç vaxt özünə tam gələ bilmədi. Sağ kanatda Jeremy Doku, sol kanatda Phil Foden. Bir dəqiqə onların mövqelərini dəyişək ki, məncə mövqelərini dəyişəkmi? İkisi hər şey tərəfdə oynaya bilir, problem yoxdur. Jeremy Doku sağ kanatda oynasın. Ya da yox, Phil Foden o tərəfə keçsin. Çünki Phil Foden'ın sol ayaqlıdır, ona görə Jeremy Doku da burada oynaya bilər. Erling Braut Haaland daha santrfordadır. Bu komandaya transfer etmək, yəni sözü gəlsə, hansı mövqeyə transfer lazımdır deyə fikirləşsək, mən elə fikirləşirəm ki, bir dənə mərkəz orta saha gətirmək lazımdır Rodri'nin yerinə və
Başqa da yəni bir dənə də kanat gətirmək olar. Yəni çünki bəli, həqiqətən Jeremy Doku ilə Phil Foden əla oynayırlar. Lakin yenə də yəni oyunda sürməsə performansları mülayimdir. Bilmirik nə olacaq. Yəni ona görə 2 dənə də kanat transferi, bir dənə kanat transferi və bir dənə mərkəzi orta saha gətirsək, məncə sezon sonunda Premier Liqanı qazana bilərik. Kapitanlıq niyə Wilson Esbardda? Deyə Brad. Kapitanlığı ver görək Ruben Dias'a. Bu arada uşaqlar, mən nömrələri düzəldəcəm. Futbolçuların forma nömrəsini düzəldəcəm. Sonra gəlib transferlər axtaracam. Bir dəqiqə. Biz yedəkləri heç düzəltmədik. Bu arada Bernardo Silva, yəni zaminlərində Bernardo Silva, Omar Marmuş, Oscar Bob, Savinho kimi isimlər var. Yəni bunu da unutmayaq. Ake da var burada. Nico Gonzalez də buradadır hətta. Mən birinci Omar Marmuşu santrfor yedeyi olaraq Philips ya da Kovacevic yerinə, daha doğrusu Kovacic yerinə qoyaq, çünki Philips daha gəncdir. Omar Marmuş belə. Stones da buradadır. Kışanov da gördüyünüz kimi, yəni Kışanov gəldiyi ilk vaxtı çox yaxşı oynayırdı, lakin birdən-birə Pep onu oynatmamaq tərcihinə gəldi. Victor Reis də. Yəni görürsünüz, Zamin xətti belə artıq gənc oyunçulardır. Stones'u buradan çıxarırlar. 3 dənə stopperə ehtiyac yoxdur. Zamin'də ora Savinho'nu qoya bilərik. Çünki kanat zaminimiz lazımdır bizə. Yəni ki, əgər transfer eləsək, heç o da bizə lazım olmayacaq. Onun yerinə ya Jeremy Doku və yaxud da Phil Foden'ı zaminə atacaq. Mən elə fikirləşirəm ki, Jeremy Doku'nu mən zaminə atacağam. Savinho'nu belə eləyək, Omar Marmuşu belə eləyək, belə. Bir dəqiqə, Bernardo Silva'nın orada nə işi var idi? Nəysə, belə. Bəli, bu bizim zamin xəttimiz. Ayt Nuri də var burada sol bekdə. Yəni ona görə sol bek, sağ bek, yəni bek mövqeyimiz əladır. Gənc potensiallar, əsasən də Ayt Nuri var, lakin onu zamində oynadıram çünki Rico Lewis'in potensialı daha çoxdur. Biz Philips'i zamində gördüyünüz kimi belə oynadırıq ümumiyyətlə. Yəni baxın, görün, defansif orta saha, bir dəqiqə yox, Philips'i çıxardıram çünki defansif orta sahadır. Bizə ofansif orta saha zamini lazımdır. Ona görə Bernardo Silva'na da buraya yerləşdirirəm. Və bəli, bu da bizim komandamız. İndi gedib bir dənə mərkəz orta saha transfer eləməyə çalışacağam. Bir dənə də kanat oyuncusu tapacağam, gətirəcəm və onları bir yerdə transfer edəcəyik. O zaman mən gedirəm oyuncu axtarmağa və oyuncularımızın nömrəsini düzəltməyə. Bəli dostlar, getdim, axtardım, tapdım. Birinci dizilişimizə baxdım, oyuncularımızın sümləsə performansına baxdım və gördüm ki, Jeremy Doku ilə Phil Foden'ın sümləsə performansı möhtəşəmdir. Lakin Ryan Cherki ilə Rodri yox, çaşdım. Ryan Cherki ilə Reinders'in performansı çox azdır, sümləsə performansı çox zəifdir. Buna görə də bir dənə mərkəz orta saha, bir dənə də ofansif orta saha transfer etməyi tərcih elədim. Həm də burada Odegaard da Camavinganı seçdim mən. Camavinga Real Madriddən transfer eləmək istəyirəm. Odegaard da Arsenaldan. Beləliklə Premier Liqdə ən böyük rəqibimizdən, yəni belə deyək də, hal-hazırda Arsenal, gəl düzün danışaq, Premier Liqanın hal-hazırda ən güclüsü Arsenaldır. Həqiqi həyatda da, burada oyunda da. Ona görə də onları biraz olsa da zəiflətmək üçün Odegaard'ı gətirə bilərik. Və yanına da mərkəz orta sahaya Camavinganı istəyirəm. Əgər burada bir dənə seçimim var, Rodri'ni zaminə atıb Reinders oynatmaq. Çünki Reinders bəlkə gəlişə bildi sümləsə performansı. Ona görə mən birinci Martin Odegaard'ı transfer etmək istəyirəm. İzin vermirlər oyuncu ilə danışmağa. Camavinga'ya bəs. Camavinga ilə danışa bilərik. 11 milyon pul istəyir bizdən Real Madrid. Daha doğrusu 11 milyon transfer ücrətidir. Bonservis şeydir. Mən 14 milyona bu transferi həll edə biləcəyimizi düşünürəm. 14.500-ə. Maaşını da 3 milyon 500 verə bilərik. 2 illik transfer təklifi göndərdi Eduardo Camavinga'ya. Bir həftə keçsin görək Eduardo Camavinga təklifi həm qəbul eləsin, həm də artıq Odegaard'a təklif göndərə bilək. Camavinga ilə görüşmələr başarısız oldu. Oy, niyə? Camavinga gəldi City'yə. Zaten Realda ancaq demək olar ki, sol bekdə, nə bilim, gizlicə mövqelərdə oynayırsan, əsas mövqeyində gəl oyna da burada. Baxaq.
Martin Odegaard'ı artıq transfer edə bilirik mi? Bəli, Martin Odegaard'ı transfer edə bilirik. O zaman Odegaard'a bir dənə 17 verək. Çünki Arsenaldan bu transfer eləmək, yəni çətin olacaq. Həm də baxaq bir dənə yaşına onun. 27 yaşı var məncə, həm də 1 ili qalıb sezonun. Daha doğrusu kontratının bitməyinə 1 ili qalıb. Ona görə biz onlardan 17 milyona məncə ala bilərik, 17 yarıma. Maaşını da 3, orada nə alırsansa 1 milyon çox al. Gəl Odegaard. Camavinga hələ ki gəlmədi. Lakin mən ondan yenidən Real Madriddə onun üçün pazarlığa oturacağam. Belə çəkək. Və bəli, Martin Odegaard'ı Arsenaldan Manchester City'yə transfer elədik. Beləliklə 2 dənə Norveçli oyunçu olacaq komandamızda. Biri qabaqda Haaland, yarım müdafiədə, daha doğrusu ofansif orta sahada da Martin Odegaard olacaq. Beləliklə daha yaxşı tutuşacaqlar. Belə Martin Odegaard belə təkliflər gəlib ki, oy nə qədər təklif gəlib, bro. Ryan Cherki'yə 3 təklif, Mateus Nunes'ə təkliflər və Rodri ilə Ruben Dias'a. Bu arada Ruben Dias'ı satmaram, çünki o mənim əsas stoperimdir. Baxaq bir dənə birinci transfer təkliflərinə görə bizə hansı təkliflər gəlir. Rodri'yə gələn təklif 1.5 Olimpiyak Marsilya. Bunu mən rədd edirəm. Bu nə təklifdir, brat? Ryan Cherki nəsə sata bilərik. Çünki onun zaten zamenində Bernardo Silva var. Həm də Odegaard da gəldi. Yəni burada biraz çətinlik olacaq onun oynamaq üçün. Çünki əsas mövqedə əslində kənar oyunçudur. Yəni CLO və CRO-dur. Olimpik Marsilya'dan bir dənə təklif var və Olimpik Lyon'dan təklif var. Juventus'a tuturam. Marsilya'nı qəbul eləmirəm. Lakin Lyon'unkini tuturam. Rodri'nin için zaten rədd elədik. Ruben Dias'ı sata bilərik, brat. Niyə? Çünki gördüyünüz kimi Ruben Dias'ın bu performansı çox pisdir. Məncə Ruben Dias'ı sataq. Amma bu qiymətə yoxdur. Bir dənə baxaq görək. Onun neçə yaşı var və neçə 1 illik kontraktı var və 28 yaşındadır. Mən Ruben Dias'ı satacağım. Lakin bu qədər ucuza yox. Fenerbahçe yəni istəyir. Ən azından biraz yüksək qiymət verin. Gedək Mateus Nunes'ə baxaq. Yəni ki, bir dənə də müdafiə transfer eləməli olacaq. Mateus Nunes'i sata bilərik. Parma, amma bu qədər az qiymətə yox. Mən bu qədər az qiymətə satmaram. Nə olur olsun, bu qədər az qiymətə satmaram. Hamısını tuturam. Qoy hamısı biraz daha çox pul versin və məndən Mateus Nunes'i alsın. Bir həftə iləri gedirik. Bizə gələn transfer təkliflərini tutduq və indi görək qəbul olacaq. Amma Rodri sonlandırılamadı. Yəni Rodri'yə zaten rədd eləmişdi, ona görə sonlandırılamayacaq. Ryan Cherki'yə Juventus'dan təklif gəldi. Mateus Nunes'ə Parma'dan və Leicester-dan təklif gəldi. Ruben Dias'a da Fenerbahçe'dən təklif gəldi. Biz tez transfer eləməliyik, çünki hal-hazırda artıq demək olar ki, sezon başlayır. Tez əlimizi cəld eləməliyik, işimizi cəld görməliyik. Camavinga birinci transfer eləməyə istəyirəm mən. Onun üçün biz 13 vermişdik, qəbul eləmədilər. O zaman 15 verək, 15-500 verək. Maaşını da orada aldığına 1 milyon çox verək. Və bizə gələn təkliflərə baxaq. Ruben Dias'ı inşallah ki sata bilərik və bəli, Fenerbahçe 2 milyon 700 verir. Tutummu tutmayayım mı? Məncə qəbul edeyim, çünki 2 milyon yaxşıdır. Ryan Cherki'ni Juventus istəyir. Tuturam hələ, biraz da pul ver. Rodri zaten heç. Burada baxaq Mateus Nunes'ə. Mateus Nunes'ə 2 milyon, Parma'dan 2 milyon da şeydən. Parma üçün qəbul edirəm. Leicester üçün qəbul eləmirəm. Həm də Leicester bizim rəqibimizdir, ona görə. Sonra gedib bir dənə müdafiəçi axtaracaq. Ağlımda müdafiəçi artıq var. O müdafiəçini transfer eləmək istəyirəm. Həm də Manchester City'yə məncə yaxşar. Mateus Nunes getdi. Ruben Dias da getdi. Camavinga yenə təklifi qəbul eləmədi və Ryan Cherki'yə də təklif gəlmədi. Juventus buraxdı Cherki'nin başını. Mateus Nunes'dən Ruben Dias'ı satdığı artıq tez bir şəkildə bir dənə mərkəz orta saha, bir dənə də stoper transfer eləməliyəm. O zaman mən gedirəm bir dənə futbolçu, bir dənə müdafiəçi, bir dənə də mərkəz orta saha transfer eləməyə gedim tapım.
Abi bu niyə screen eləyir? Abi bu arada zahirliyir. Səni bəli dostlar, getdim, axtardım və bu oyunçuları tapdım. Müdafiə seçənəyimiz çoxdur. Əsasən də bunlar hamısı potensiallı oyunçulardır. Artıq mən də potensiallı oyunçulara üstünlük verirəm. 22 yaşında İlya Zabarni var PSG-dən. Antonio Silva var Benfica'dan. 20 yaşında da o çox böyük potensialı var. Mina var. Stopperdə 257 sümləsə performansıdır və 28 yaşı var. Eder Militao'nun da 28 yaşı var və 127 şeyi var, nədir sümləsi var performansı. Məncə burada ən zəif Eder Militao'dur. Eder Militao'nu qoya bir qırağa. Mərkəzi orta sahada Camavinga və Mark Guendouzi. Yəni bizdən futbolçu aldı Mark Guendouzi. Daha doğrusu Mark Guendouzi almadı. Yalan, Fenerbahçe bizdən Ruben Dias aldı. Biz də onlardan Mark Guendouzi'ni istəyirəm. Aşağıda bəli klub təkimlərini göstərmir, lakin Mark Guendouzi Fenerbahçedədir. Bunu hamımız bilirik. Mən Mark Guendouzi'ni Fenerbahçedən almaq istəyirəm. Yəni məncə Camavingadan daha yaxşıdır Mark Guendouzi, həm büdcə baxımından. Niyə? Çünki Mark Guendouzi'yə maaş verəcəyik birbaşa. Yəni birbaşa Mark Guendouzi'nin hazırda yəni version 2 çıxmadığı üçün Mark Guendouzi digərlərindədir və biz ona ancaq maaş veririk. Buna görə də əladır. Yəni Mark Guendouzi'nin maaş şəklində komandaya qata bilərik. Lakin Camavinga da çox yaxşı oyunçudur. Lakin biz ona görə nə qədər bon servis verək. Bir dəqiqə. Çaşıb təklifi uyguladım. Mən Mark Guendouzi ilə birinci görüşəcəm. Mark Guendouzi üçün mən 3 milyon 500 maaş verə bilərəm 2 illiyinə. Mina'nı transfer edəm. Ya burada Mina ya da ki Antonio Silva'nı transfer edəcəm. Mənim fikrimcə Antonio Silva burada ən yaxşısıdır və oyunçu ilə görüşməyimizə icazə vermədilər. PSG icazə vermədi. Ən yaxşısı bir həftə ilərləyək. Həm Mark Guendouzi'nin transferinə baxaq, həm də artıq Mina yox, nə idi oyunçunun adı? Oyunçunun adı yadımdan çıxdı. Həm də Antonio Silva. Antonio Silva'nın transfer təklifi göndərək. Aston Villa ilə bu arada maçımız var. Aston Villa'nı 2-1 məğlub eləməyə bacardıq. Yəni bu halımızla Aston Villa'nı 2-1 məğlub etdik və Rodri'dən asist var. Və Haalanddan 2 qolun müəllifi də Haalanddır. Jeremy Doku və Phil Foden boş keçiblər. 6.5 oynayıblar lakin. Victor Reis, Donnarumma, yəni Donnarumma məncə bu komandanın ən yaxşı oyunçularından biridir. Nəysə, ilərlədik. İnşallah ki, Mark Guendouzi təklifimizi qəbul eləmiş olar və mən artıq bildim ki, Reinders'i oynatmayacağam. Onun yerinə Mark Guendouzi oynayacaq və bəli, Mark Guendouzi təklifimizi qəbul edir. Mark Guendouzi'ni transfer etməyi bacardıq. 3.5 milyona maaş verdik. 20 yaşlı futbolçunu komandamıza qatmağı bacardıq. Əslində 20 yaşlı deyil, 24 yaşlıdır. Lakin oyunda 20 yaşlı göstərir. O zaman bir yetenek avcısı raporu gəldi. Artıq Antonio Silva'ya təklif göndərə bilərik. Baxaq, bəli, göndərə bilərik. Çox bahadır Antonio Silva. Yəni biz onu, bəli, potensialı da çoxdur, amma dəyər səncə? Məncə dəyməz. Yəni bir də defansa çox güclü yazır burada. Zabarni də ala bilərik. Bir dənə baxa Zabarniyə. Zabarniyə 11 milyondan yüksək verəcəyik. Mina'ya nə qədər verəcəyik? Mina'ya da 12 milyona. Yəni Paştiş də, yəni demək olar ki, Eder Militao'dur. Bəs Eder Militao da az veririk. Lakin Eder Militao'nun zaten performansı azdır. Ona görə də Eder Militao yerinə Antonio Silva'nı tərcih edirəm. Bir dəqiqə, oyunda problemi yarandı. Bəli dostlar, problemi həll elədim və biz müdafiəçi transfer eləməliydik. Mən yəni ki, burada elə Antonio Silva'ya pulu görməyəcəm, çünki pulumuz var. Mən 20 milyon pul verəcəm ona. 20 milyon. Antonio Silva üçün dəyər, brat. Bu oyuncu üçün dəyər. Benfica'da oynayır. Yəni o potensialı çoxdur oyunda. Ona görə Antonio Silva üçün dəyər. 3 milyonla maaş alsın. Orada 1 milyon alırdı, 900 alırdı daha doğrusu. 2 illik transfer təklifi Benfica'ya göndərdik.
Mark Genduzini komandamıza qatmışdıq, ona yerləşdirək komandamıza. Reinders yerinə Martin Odegaard ataq beləsinə. Odegaard ofansif orta sahada da, mərkəzi orta sahada da, kanatda da, CFR-də də və SGO-da da oynaya bilir. Yəni hücum tərəfdə hər tərəfdə oynaya bilir. Belə deyim. Martin Odegaard'ı mən amma ofansif orta sahada istifadə edəcəm. Məncə ofansif orta sahada daha yaxşı oynayacaq. Rodri belə, bu tərəf Rodri hər iki tərəfdə oynaya bilir. Ryan Cherki, bir dəqiqə, Ryan Cherki ümumiyyətlə niyə buradadır? Ryan Cherki yerinə Kovacic yox, Phillips yox. Amma bizim yeni transferimiz Mark Genduzi, bəli, buradadır Mark Genduzi. Genduzini transfer elədik. O artıq bizim mərkəzi orta sahamızdır. Onu bu tərəfdə otaq, yoxsa sağ tərəfdə otaq, bilmirəm. Nəysə, Mark Genduzi fərqi yoxdur, harada oynayır. Məcbur sağ tərəfdə oynasın. Mark Genduzi sol tərəfdə, çünki axırıncı dəfə oynadığı oyunda sol tərəfdə oynayırdı. Ona görə Mark Genduzini sol tərəfdə oynadacağım. Foden sağ kanatda, sol kanatda Jeremy Doku. Zamenlərimiz Reinders Cherki'dir. Niyə Reinders Cherki'dir? Bizim Omar Marmuş hanı? Omar Marmuş santrfor zamenimizdir o bizim. Burada Reinders yerinə yox, Cherki yerinə qoyaq. Reinders ataq belə. Bernardo Silva da bizə lazım olacaq əslində. Bernardo Silva da ataq Stones'un yerinə, Stones Aitnour yerinə. Bernardo Silva, Reinders burada, Omar Marmuş da burada. Kanat üçündə Savinho lazımdır onu qoymaq. Savinho'nu qoymaq lazımdır. Savinho'nu qoymaq üçün də yer yoxdur. Heç olmaz Savinho olmasa da olar. Amma kanat Savinho lazımdır. Necə yəni olmasa da olar. Yəni bir dənə stoperimiz Akeri çağırdıram. Reinders'i belə atıram. Aitnour'u da belə atıram. Kuşanov'u da belə eləyirəm. Belə Kuşanov, Aitnour, Reinders, Bernardo Silva, Savinho və Omar Marmuş'da ki bizim zamenlərimizdir. O zaman uşaqlar gedək bir dənə baxaq görək. Bizim transferimiz gerçəkləşdimi? İnşallah ki qəbul eləyər təklifimizi Benfica. Uşaqlar, dediyim kimi belə videoların davamı üçün və yaxud da video rebuild fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Antonio Silva təklifimizi qəbul eləmədi. Çox sıkıntıdayıq, çünki artıq transfer sezonu, transfer pəncərəsi bağlanır. Biz dərhal transfer eləməliyik. Mən yəqin ki alacağam Zabarnini. Ya Zabarni ya Mina. Zabarni mi Mina mı? Məncə Mina. Məncə Mina. 12 milyona yox, 12 milyona yox. 15 milyona Minanı həll eləyək. 15-500 hətta. 15-550 qoyulsun hətta. 3 milyondakı maaş 3-550. 3 illik yox. 2 illik Kolombiyalı Mina'ya təklifimizi göndərdik. İnşallah ki Mina həm Napoli təklifi qəbul eləyər, həm də Mina'nın özü təklifi qəbul eləyər. Çünki görüşmələrin son günləridir. Demək olar ki, hətta bu son həftə idi. İlərlədik və Mina təklifimizi qəbul etmədi. Mina neylədin sən? Niyə təklifimizi qəbul eləmirlər? Artıq Premier Liqanın 2-ci maçına gəlib çatırıq. Gəldik çatdıq. Full oynayacağıq. Birinci təklifi göndərim. Bura necə deyə bu? Hə. Gələk, mən artıq transfer eləməliyəm. Birini transfer eləməliyəm. Mina düşüb aşağı. Eder Militao 1 artıb. Mən Antonio Silva nə qədər istəyirsə o qədər verə bilərəm. Hazırda yəni. Amma Zabarni dəsinə çox yaxşıdır. Abi bir dəqiqə. Bizə baxım tepkiyə denge 80, dayanıqlıq 83. Antonio Silva da bu necədir? Denge 85. Bizə dayanıqlı bir müdafiəçi lazımdır. Geç açan bir çiçək kimi, amma düzeyini uzun süre koruyacaqdır deyən bir yəni menajerimiz belə deyir. Mən belə deyirsə belə istəmirəm. Sabit hızla gelişiyor. Kadronun sabit üyesi artıq tamamlanmış bir ürün. Getiriləcək çox fazla bir şey kalmamış. Daha doğrusu gelişdirəcək çox bir şey qalmayıb. Mən onda o zaman Antonio Silva'nı transfer eləməliyəm. 23 milyona, hətta 24 milyona Antonio Silva'nı qatmalıyam komandamıza. Maaşına da bir dəqiqə bunu verəyək. Maaşını da ki 3 milyon pul verirəm, hətta 3 belə.
İnşallah ki artıq bunu qəbul edər Benfica və Antonio Silva. Görək Fulham maçının nəticəsi necə olur. Fulhamı 3-2 məğlub eləməyə bacardıq. 3-2 Fulhamı məğlub etdik. Bir dəqiqə, bura keç, hə. Yəni artıq pulda qazandıq. Heç baxmadım kim qol vurub, kim assist edib. Çünki bizə çox vacibdir transfer olmağı. Antonio Silva'nın 24 abi yenə qəbul edilmədilər. Məzələrsiniz siz, buraxmayın. Siz mənə məzələrsiniz qardaş. Mən sizə nə pul verim? 24 milyon pul vermişəm sizə. 24 milyonu qəbul eləmiş. Siz necə gedib Rudiger'i istəsəm alaram, gedib istəsəm Van Dijk alaram, istəsəm gedib Bremer'i alaram. Lakin mən istəmirəm hər videoda eyni adamlar gedim alım. Ona görə mən dirəşmişəm bu üçündən birində. Və lakin bu üçü də transfer olmaq istəmir komandamıza. Biraz ona mən kimi transfer edeyim. Mina gəlməyəcək zaten. Ona əminəm ki, Mina gəlməyəcək. Heç bir gəlmək istəmir. Eder Militao bu dəqiqə təklif var. O dəqiqə qəbul edəcək Real Madrid. Mən o zaman gedim biraz daha yaxşı axtarım. Kim daha yaxşısını tapsam onu gətirim. Bəli dostlar, transfer sezonunun bağlanmağına son 1 saat qala Minanı transfer eləməyə bacardım. Ən azından Minanı aldıq. 25 yaşlı 1.95 boylu Minanı 17 milyona aldıq. Yəni demək olar ki, bütün büdcə ilə 17 milyon aldıq. 15 milyon transfer təklifi verdim. 2 milyon da maaş verdim və Minanı komandamıza qatdım. Yəni mən gördüm ki, yox brat alınmır. Minanı almalıyıq ən azından. Ən azından biri olmalıdır müdafiədə. Minanı aldım. O zaman son bir dəfə dəyərləndirmə eləyək komandamız haqqında. Minanı Victor Reis yerinə yerləşdirdik. Kapitanlığı ondan Allah bir dənə. Kapitanlığı eləyirik təbii ki də. Hal-hazırda komandamızın dəyişməz ismi Rodri eləyirik, komandamızın kapitanı. Gəlin o zaman komandamıza bir dənə baxaq. Qapıda Gianluigi Donnarumma, müdafiə ikilisi Mina, Yoshka Gvardiol, sağ bekdə Wilson, Esperanto, sol bekdə Rico Lewis, mərkəz orta sahada Rodri, ofansif orta sahada Martin Odegaard və digər mərkəz orta sahamız Genduzi, sağ kanad Phil Foden, sol kanad Jeremy Doku və santrfor Erling Brolund. Haaland uşaqlar, mən özüm nömrələri düzəldəcəm. O zaman yəni bir dənə hədəfimiz var. Premier Liqanı almaq. İnşallah ki, FA Cup'u da alarıq. O ayrı məsələ, amma əsas məqsədimiz Premier Liqanı almaqdır. Ona görə mən sezon sonunda simulyasiya eləyirəm. Sezon sonunda görüşərik. Sezon sonunda görüşənə qədər hal-hazırda yəni biz 6 puanla 4-cüyük, yəni ki, averaja görə 4-cüyük. O zaman sezon sonunda simulyasiya edirəm. Siz də olan kimi, siz də mən sezon sonunda simulyasiya edərkən like atıb kanalıma abunə olmağı unutmayın. Və bəli dostlar, sezon sonunda simulyasiya elədim, gəldim. İndi baxaq görək biz sezonda yəni Premier Liqanı və FA Cup'da nələr eləmişik. O zaman birinci Premier Liqaya baxaq. Lig maç bilgisi tablo deyək. Aşağıdan başlayaq baxmağa. 20-ci yerdə Leeds United'dır 14 xalla. Ondan sonra Sunderland'dir. Yəni ki, Sunderland'dan Leeds United aşağı küməyə düşür. Biz qalxaq görək, biz 10-cu sıralar, 8-ci sıradan yuxarıdayıq. 6-cı, ilk 5-dəyik, ilk 4-dəyik. Bir dəqiqə, liqaya çeyrətdir. İlk 5-dəyik, ilk 4-dəyik, ilk 3-dəyik, ilk Manchester City ilə hədəfimiz olan Premier Liqanı almağı bacarmışıq. Özdə 90 xalla, ən yaxın rəqibimizə 7 puan fərq ataraq Çempionlar Liqası nə idi ala? Premier Liqada çempion olmuşuq. Premier Liqa bizimdir. 28 qalibiyyət, 6 bərabərlik, 4 məğlubiyyət, 68, daha doğrusu 66 averaj. Bir dəqiqə, Liqa BBV'yə getmə. 66 45 averaj, 66 top vurmuşuq, 21 gol buraxmışıq. Məncə bu istatistika pis deyil. Niyə? Çünki ən az top buraxan klub bizi eləməz. Ən az top buraxan klub bizi və ən çox gol vuran bizikmi? Yox. Biz deyil yəni çox vuran deyəsən. Seriyaya getmə. Brat, bir dənə gözə Premier Liqada bax.
ən çox top vuran, yox, Manchester United-də ən çox top vuran 68 topla ən çox top vuran Manchester United-dır. Nə olur olsun, əsas odur biz əsas məqsədimiz olan çempionluğu bacardıq, çempion olmağı bacardıq. O zaman gəl FA Cup-a baxaq. Daha doğrusu birinci assist gol sıralamasına baxaq. Erling Haaland birinci yerdədir 31 golla. Premier Ligada ən çox gol atan oyuncusudur. Ondan sonra da Kai Havertz gəlir 30 golla və onun ardınca da Watkins, onun ardınca da Nelson və Nelsonun ardınca da Benjamin Şeşko gəlir. Nelson bu arada Brentford'a gedib oradan atıb ki Brentford'a biz məğlub da olmuşduq deyəsən bu il. Yəni ilk 5-likdə Benjamin Şeşko, Nelson, Watkins, Kai Havertz və birinci Erling Braut Haaland'dır. O zaman asist sıralamasına baxaq. Asist sıralamasında ilk 5-likdə yoxuq. İlk 5-likdə yoxuq. İlk 5-likdə yoxuq. Birinci, yəni Premier Liqadan gedir söhbət. Lewis Cook'dur. Bournemouth'dan da o. İkinci Kamara'dır. Daha doğrusu ikinciliği Emre Çonak'la Kamara bölüşür. Üçüncü daha doğrusu Tielemens'dir. Kai Havertz'le birlikdə və bəli biz 4-cü yerdəyik. Phil Foden 4-cü yerdədir. Məhəmməd Salah, Mbeumo, Mason Mount, Ivambu və bir digər oyuncularla, yəni belə deyək də 4-cüdür Phil Foden. Asist sıralamasında Premier Ligada 6 asisti var. Ödüllərə baxaq. Ən dəyərli oyuncu Bruno Fernandes, gol kralı Erling Braut Haaland, asist lideri də ki Lewis Cook'dur. Belə də baxa bilərik. Və belə o zaman bir dənə baxaq görək biz kupadan elədik, yəni FA Cup-dan elədik. Turnuva kurası deyək. Biz Manchester City olaraq Bournemouth'u keçmişik. 3-0, 3-1 məğlub etmişik Bournemouth'u. Sonra Arsenal'ı 1-0 məğlub etmişik. Sonra birbaşa burada 2-0 Aston Villa'nı məğlub etmişik. Finala qalmışıq. Finalda isə 3-3 Liverpool'la uzatmalara getmişik. 3-1-də penallaşma seriyasında məğlub olmuşuq və ikinci olmuşuq. Görəsən burada gol kralı kimdir? FA Cup-da gol kralı bəli Erling Braut Haaland'dır 5 golla. Yəni Erling Haaland ümumiyyətlə bu sezon içərisində 36 gol vurub 40 oyuna. Məhəmməd Salahla bir yerdə Haaland birinciliyi bölüşür. Ondan sonra isə bizdən Phil Foden var. Asist lideri kimdir? Asist lideri Məhəmməd Salahdır. İkinci isə Brackley'dir daha doğrusu. Üçüncü isə bizdən Mark Gendouzi'dir. Və bəli dostlar, ümumi sezon dəyərləndirməsinə bir dəfə də buradan baxaq. Qayd odası deyək. En iyi 11'im yox. En iyi 11'im yox. En iyi 11'im yox, brat. Çap bastım. Sezon sonrasında deyək, hə. Ligdə birinci yerdəyik, qalibiyyət yüzdəmiz 73,68%. FA Cup ikinci, klub sıralaması isə, yəni ümumiyyətlə klub sıralaması 9-cu, 28 qalibiyyət, 6 bərabərlik, 4 məğlubiyyət, 66 top vurmuşuq, 21 top bıraxmışıq, 45 averajımız var. Daha doğrusu Premier Liqadan gedir söhbət. 15 sarı vərəqəmiz var, 5 qırmızı vərəqəmiz var. Belə, ümumi belə də bir dənə baxaq oyuncularımıza. Gördüyünüz kimi, yəni ən belə oyuncularımızın bütün performanslarını, dəyər performanslarını görürsünüz. Haaland komandamızın ən çox gol vuranıdır. 31 gol, 2 asisti var. Ortalama isə 6,7 oynayır. Bir dəqiqə necə yəni Savinho bir oyuna çıxıb axı. Onda da bir gol vurub, ona görə ona 7 performans göstərirlər. Nəysə dostlar, uzun sözün qısası Manchester City rebuildimizdə başarılı olduq. Premier Liga, əsas məqsədimiz olan Premier Liganı aldıq. FA Cup-da ikinci olduq. Dediyim kimi uşaqlar, bir neçə gün idi ki, hətta bir həftədən uzun müddət idi ki, video ata bilmirdim. Çünki posta yazdığım kimi video fikri, kontekst fikri yox idi. Buna görə də video paylaşa bilmirdim. Lakin artıq önümüzdəki gələn günlərdə və bu günlərdə video paylaşacağım. Bundan qabaqki videolarıma baxıb like ata bilərsiniz, izləyə bilərsiniz. Bu arada uşaqlar 21 Muhammed 09'un kanalına abunə olun. Çünki hal-hazırda o YouTube'a buraxa bilər. YouTube'a buraxsa, yəni mən bu oynadığım oyunu oynaya bilmərəm.
Sağ olun dostlar. Özünüzə yaxşı baxın. Rebirth fikirlərinizi şərhlərdə yazmağı, kanalıma abunə olub videoya da like atmağı unutmayın. Özünüzə yaxşı baxın.